Salam, hər vaxtınız xeyir olsun. Qardaş, mənə sual verir ki, niyə Nobella yaxşı kombidir? Ona görə yaxşı kombidir ki, qardaş, kombinin əsas ehtiyat hissələridir ki, gərək keyfiyyətli ola və hər biri bir-birini tamamlaya. Yəni, biri keyfiyyətli, biri keyfiyyətsiz olmaya. Çünki Nobella kombisinin devriyyə nasosu Grundfos Almaniya istehsalıdır. Qaz vayfi Sigma, ən az qazda işləyən, İtaliya istehsalı olan, gördüyünüz kimi bloku, çanağı bronz deyilən detaldır. Yəni ki, bu biri kombilər kimi kapron deyil, çatlamır, partlamır. Plata İtaliyadır. Platasında 320 volta dözən stabilizator var və kilovatı düzgündür. Yəni, bu məsələ 26 kilovatdır, 13 farsonkadır. Yəni ki, başqa kombilər kimi 26 kilovat deyib, amma 22-20 kilovat deyil. Və fan motoru köhnə model İtaliyadır, hava presestatı İtaliyadır, köhnə model, uzun ömürlü kombidir, 2 esenjordur. Gördüyünüz kimi, hər biri misli borularının, esenjorlar misli, buna görə də gözəl qaqam. Çox keyfiyyətli bir kombidir. Nobella alın, razı qalın.